Hər kəsi salamlayıram və sizin üçün bu günləri mirvari suyunuz var, əməliyyat olmusunuz deyənlər üçün bir qısa bir yaddaş videosu çəkək. Deməli, burada məsələ nədən gedir? Pasient deyir ki, doktor, ümumiyyətlə də, yəni siz doktorun yanında olmasanız belə katarakt da var, mirvari suyu var və siz nə istəyirsiniz? Əməliyyatdan sonra necə olacaq mənim görməm? Mən indi özüm biz pasientlərlə nə danışırıq? Mən pasientlərə deyirəm ki, əməliyyat zamanı biz mirvarini götürürük və gözün içinə ömürlük linza implantasiya edirik. Linzalar iki cürdür. Var monofokal, yalnız uzağı görmək üçün. Siz uzağı qəşəng görürsünüz, yaxını da yaxşı görürsünüz. Xırda amma hərfləri, mətni oxumaq üçün yüngül eynəyə ehtiyacınız olur. Bu bizim normal hesablamalı uzaq linzalarımızdır. İkinci bir variantımız var ki, əgər siz desək ki, doktor, mən eynək ümumiyyətlə istəmirəm, bu da mümkündür. Əgər göz kökünüz sağlamdırsa, göz dibində problem yoxdursa, şəkəriniz yoxdursa, mən sizə təklif eləyə bilərəm. Multifokal, bifokal deyirlər, trifokal deyirlər. Yəni uzaq yaxın görməni təmin edən linzaları təklif edə bilərik. Bu zaman nə baş verir? Bu zaman siz uzağa eynək taxmırsınız, yaxına da eynək taxmırsınız və normal mətni oxuyursunuz. Yəni eynəkdən biz sizi azad edirik. Yaxşı, siz buna bəs namizədsiniz. Əsas məsələ budur. Göz tərəfdən mən pasienti yoxladım, hər şey yaxşıdırsa, əlbəttə ki, mən tamam deyirəm, edə bilərik, təklif eləyirəm. Əlbəttə, bu linzalar monofokal linzalardan 2 qat daha bahadırlar, çünki linzaların özləri bahadır və hər kəs buna namizəd ola bilməz. Əgər mən pasient namizəddirsə, təklif edirəm, istənilən halda qalan məsələ sizindir. Mənim sizə tövsiyə edəcəyim nədir? Yəni, hər kəsə ağıllı linza qoyulacaq deyə bir şey yoxdur. Yəni ki, qonşum olubsa, qohumum olubsa, mən də gedim olum, canım qutarsın, belə deyil. Sizin xarakteriniz belə qonşunuzun və qohumunuzun xarakteri ilə eyni olmaya bilər. Yəni, siz bilməlisiniz ki, biz sizə əməliyyatla anadan gəlmə görmə vermirik. Biz demirik ki, siz şikayətsiz, tam əla yüzsə, biz işimizə zəmanət verərik ki, biz işimizi yaxşı görəcəyik, sizin həyat keyfiyyətinizi yaxşılaşdıraq. Amma əməliyyatdan sonra batma da ola bilər, quruluq da ola bilər, qızartı da ola bilər. Yəni, diskomfortlar olar, çünki bu göz içi əməliyyatdır, bu ciddi əməliyyatdır. Bundan əlavə hər şey qaydasındadırsa, qutardı, Günay doktor, sağ olun, mən getdim, olmur belə. Yəni, siz 6 aydan bir kontrola gəlməlisiniz. Diş həkiminə gedirsiniz, deyirlər, kontrol 6 aydan bir. Bizim də 2 gözümüz var və bu gözlər əməliyyat olursa, mütləq kontrol lazımdır. İnanın, əməliyyat olan və olmayan pasientlər 6 aydan bir gələndə bir də görürsünüz, elə dəyişikliklər baş verir. Niyə? Bədəndə şəkər var, bədəndə təzyiq var, nə bilim, ağır qaldırıb, o qədər iltihablar keçirdi, qrip olub, ondan sonra gözdə dəyişikliklər olur. Ona görə bu məsələni istəyirəm biləsiniz ki, əməliyyat elədim, canım qurtardı, yox. Biz əməliyyatla sizin həyat keyfiyyətinizi artırırıq. Qalan məsələ sizlikdir. 6 aydan bir kontrola gələcəksiniz ki, həmişə, hər zaman görən gözünüz olsun. Sağ olun.